Salam əziz izləyicilər. Verilənlər bazasından daha bir maraqlı sualın bugün həm izahına, həm də praktik olaraq göstərişinə baxacağıq. Yəni mən bu sualı əvvəlcə izah edəcəm, sonra Access proqramında, hal-hazırda Access proqramı açıq vəziyyətdə saxlamışam. Access proqramında bu sualı işləyəcəyik, yəni praktik olaraq göstərəcəm. Mal satıcı qiymət sahələri olan bazadan X məhsulunu Y qiymətindən yuxarı qiymətə satan satıcı barədə informasiyanı əldə etməyə imkan verən sorğu aşağıdakılardan hansıdır? Deməli, bizim deyək ki, belə bir cədvəlimiz var. Bu olsun mal sahəsi, bu satıcı sahəsi, bu da olsun qiymət sahəsi. Bir neçə dənə də məhsul əlavə edirəm. Birinci məhsul, 2 məhsul, deyək ki, 3 məhsul. Deyək ki, bu sahəmiz bizim ID sahəsidir. Avtonumber verilir buna adətən. Yəni, ID nömrələri olur. Burada malın altına yazaq yağ, yenə də yağ, yağ və yağ. Satıcı Nazim, deyək ki, Fazil. Nazim yağı satıb 3 manata. 3 AZN. Fazil satıb, o da 3 AZN. Rəcəb satıb 5 AZN. Təhməz satıb 7 AZN. Eyni məhsulu Nazim və Fazil eyni qiymətə 3 AZN satıblar. Rəcəb 5 AZN satıb. Təhməz isə 7 AZN satıb. İndi bizə lazımdır ki, bu cədvəlin də adı olsun elə mal sat cədvəli deyək ki. İndi bizə lazımdır ki, bu təhməz haqqında məlumatları və yaxud Rəcəb haqqında, hər hansı biri haqqında məlumatları çıxaraq. Deyək ki, bizə X məhsulunu, məsələnin şərtində deyək ki, X məhsulunu Y qiymətindən yuxarı qiymətə. Deyək ki, bizə X məhsulunun əvəzində dayanır yağ. X bizdə yağdır. Y qiymətində biz 5 AZN götürək. Deyək ki, Y bizdə 5'dir. 5 AZN. 5 AZN-i kim satıb? Rəcəb. Onda bizim məsələnin şərtinə görə yağ məhsulunu, yəni X məhsulunu Y qiymətindən, yəni 5 manatdan yuxarı qiymətə satan satıcı barədə, yəni təhməz barədə məlumatları bizə çıxaran, yəni bizə qaytaran sorğu hazırlayaq. Bu sorğu necə verilə bilər? Deməli, məhsul mütləq yağ seçilməlidir, yəni X seçilməlidir. Biz bu cədvələ sorğu veririksə, bu cədvəlin içərisində məhsulu seçməliyik, düzdür? Cədvəlin içərisində məhsul olaraq, burada biraz da böyüdə bilərik cədvəlimizi. Bir dənə də bura əlavə məhsul adı yazaq, çay deyək ki. Yəni, müxtəlif məhsullar var da, bunu da satan olsun yenə də Nazim, həmin satıcı. Bu da satsın 2 AZN deyək ki. Yəni, burada bu cədvəldə təbii ki, məhsul təkcə yağdan ibarət deyil. Çay da var, digər məhsullar da ola bilər. İndi bizə lazımdır ki, imanlı yağı 5 AZN-dən baha satan işçi, yəni təhməz haqqında məlumatları çıxaraq. Necə çıxarırıq? Deməli, bu cədvələ sorğu veririk. Bu cədvələ verilən sorğuda ona göstəririk ki, bizə yağ məhsulunu götür cədvəldən. Gəlir yağ məhsulunu götürür. Deməli, mal sahəsindən götürür onu. Mal bərabər olmalıdır yağ. Yəni, yağ da bizdə nədir? X. Mal bərabər olmalıdır X. And və, yəni və, qiymət 5 manatdan yuxarı. Qiymət böyüdür 5 AZN. Niyə görə and-lə olmalıdır? Bu sualda biz məsələn imtahanda qarşımızda kompüter olmayacaq ki, biz bunu məntiqin başa düşməliyik.
Ona görə ki, iki şərtin ikisi də ödənməlidir. And operatoru tələb edir ki, bizdən and-dən soldakı şərt də ödənsin, sağdakı şərt də ödənsin. Yəni, mal mütləq x olmalıdır, qiymət də mütləq 5-dən böyük olmalıdır. Bunların ikisi də ödənməlidir. And bunu tələb edir bizdən. Aydındır. Or olsa, məsələn, or seçəcək, soldan götürəcək x məhsulların, yağ olan məhsulları, sağdan da götürəcək qiyməti böyük olanlar, 5 manatdan böyük olanlar. Məsələn, çayın qiyməti burada 8 azin olsa, çayı da götürəcək burada. Amma bizə lazım deyil axı çay. Bizə iminli yağ lazımdır, yağ məhsulu. Ona görə and-lə bağlayırıq bunları. Və burada cavab variantı olur, Y variantı. Qiymət böyüdür Y. Biz indi qiyməti bu tərəfdə yazmışıq. Qiymət böyüdür Y and mal bərabərdir X. Və sorğuda mütləq satıcı sahəsində seçməliyik ki, satıcısını da bizə göstərsin. İndi gəlin, keçək bu cədvəli yaradaq.